Sağlam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir olsun. Tətillərdən qayıtmışıq, Offside efirdədir. Hər vaxtın xeyir Ceyhun, necəsən? Yaxşıyam, Günay, xoş gördük. Hamını salamlayıram. Biz getdik, gəldik dünya çempionatına. Veske qazanan son komandalar bəlli oldu. Azərbaycan milli komandası 1 il 9 ay sonra ilk qələbəsini qazanmış oldu. Çox dəyişikliklər oldu, çox fərqlər oldu. Basketbol liqamızda müntəzəm mövsüm başa çatdı. Çox hadisələr yaşanıb idmanımızda, gündəmimizdə. UFC-də Tofiq Musayev ilk qələbəsini qazanıb. Bir sözlə xəbərlərdən, idman xəbərlərindən bolluqdur. Lakin başlayırıq dünya çempionatı ilə, düzdür? Dünya çempionatı 2026-cı ildə keçiriləcək. Amerika, Kanada və ABŞ, daha doğrusu Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanan bütün komandalar bəllidir. Azərbaycanın diqqəti xüsusilə Türk ölkələrində olacaq. İlk dəfə iki Türk ölkəsi, Türkiyə milli komandası və Özbəkistan yığmaları dünya çempionatına vəsiqəni təmin edib. Özbəkistanda bu bəlli idi. Türkiyədə isə dünən bəlli oldu. Kosovanı 1-0 hesabı ilə məğlub etdilər. Həqiqətən də böyük bir bayramda Türkiyə millisinin 24 il sonra mundiala vəsiqə qazanması çox ağır oyun oldu. Rumunların da oyun ağır oldu. Çünki Rumunlar çox qatı müdafiə olundular ilkin play-offda. Bu oyunda Kosova, Priştinada da oyun, balaca stadiondu, Xudmani, yağış yağırdı, biraz azarkeşlərə çılğınla. Mən qorxurdum ki, hayküyə basıb Kosova Türkiyəni utsun. Amma Türkiyə həqiqətən də keyfiyyətli komandadır, yaxşı komandadır və layiqli də qələbəsini qazandı. Yəni, bir futbolçu var ki, ona heyran olmamaq, heyran qalmamaq mümkün deyil. Kənan Yıldız. Həqiqətən də ulduz. Yıldız. Ulduz kimi parıldaydı. Mən neçənci oyunda fikir verirəm. Nə vaxtsa bir Türk futbolçu Ballon d'Or alacaqsa, dünyanın ən yaxşı futbolçusu olacaqsa, bu Kənan Yıldız olacaq. Yəni, əmin addımlarla ona doğru irəliləyir. Dünyanın ən yaxşı futbolçusu olmaq yolunda irəliləyir və mən hələ də anlaya bilmirəm ki, Bavariya München bu cür futbolçunu necə buraxıb, necə əldən verib pulsuz, parasız öz yetirməsini. Lakin bir müddət əvvəl, məsələn, Juventusda Merih Demiral da çıxış edirdi. Kifayət qədər yaxşı formada olan oyuncu idi. Bir müddətdən sonra söndü. Merih kimi Taley onu da... Yox, Kənan başqadır. Yəni, Kənan... Merih bir... İtaliya çempionatı üçün sıradan bir müdafiəçidir. Ümumiyyətlə, dünya futbolu üçün. Amma Kənan çox başqa futbolçu. Kənan yəni öz mövqeyində, yəni dünyada bu dəqiqə top 10-dadır. Yəni ondan yaxşı o mövqeydə kim var? Yəni Vinicius Junior-u qoyaq bir tərəfə, istənilən futbolçu ilə yarışar. Yəni rəqabətə dözər. Türkiyə milli komandasının rəqibləri təbii ki bəllidir. D qrupunda mübarizə aparacaq dünya çempionatında. Rəqibləri isə Avstraliya, Paragvay və Amerika Birləşmiş Ştatları olacaq. Bal kimi qrupdur ya, bal kimi. Yəni Avropa təmsilçisi yoxdur, düşün. Avstraliyadır, Paragvaydır və meydan sahiblərindən biri Amerika Birləşmiş Ştatlardır. Mən düşünürəm ki, Türkiyə yəni bu qrupda ilk iki yerdən birini tutar və hətta qrupun favoriti məncə burada Türkiyədir və çox istəyirəm ki, Türkiyə qrupdan çıxsın. Günay, bir də bir söz demək istəyirəm. Vincenzo Montella'nın işini xüsusi vurğulamaq lazımdır. Demək, Vincenzo Montella 3 il əvvəl 2023-cü ildə İlk dəfə Türkiyə milli komandasından dəvət alır. Montella Romada yaşayır. Türkiyə Federasiyası rəhbərliyi Milanda görüş təyin edirlər, Milan şəhərində. Montella Romadan gəlir Milana görüş üçün Türk rəsmilər də Türkiyədən. Görüşlərindən sonra ilkin razılıq əldə olunur. Amma müqavilə zad bağlanmır və detalları işləməlidirlər. Montella dərhal evinə qayıtmır Milandan. Dərhal zəng edir Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu'na. Hakan da o vaxt Milanda oynayır, Milanda yaşayır. Hakanla görüşür, Hakana deyir ki, Hakan, mən anlaşdım Türkiyə millisinə. Sən mənə, bax, indidən başlayıram işə. Mənə bir futbolçuların xarakteristikasını verirsən. Kimin xasiyyəti necədir, kimlə necə davranmaq lazımdır. Ümumiyyətlə, məndən əvvəlki baş məşqçi Kuntzda nə alınmadı. Hakan ona bir deyir, futbolçular barədə məlumat verir və ona deyir ki, Kuntz bizi çox sıxırdı. Biz onunsa klubda hər gün insan qaydalarına əməl edirik, milli komandaya gəlirik, burada da bizi çox sıxırdı. Biraz sərbəst buraxmaq lazımdır. Biraz futbolçularla dil tapmaq lazımdır. Onlara xüsusi yanaşmayla yanaşmaq lazımdır. Və bunun da sayəsində Montella Türkiyəni Avro 2024-də 4-də 1-də daşıdı və indi də 24 il sonra dünya çempionatına aparır Türkiyə milli komandası. Məncə adəsən türklərdə bunu sezmişik. Bir Azərbaycanlı və türkü yanaşı qoysan, türklərin dili, damarı tutması daha gerçək olur, daha real olur. Yəqin ki, Montella nə eləyibsə, yəni türklərin də o damarını tutmaq asan bir iş deyil. Bəli, Türkləri türk beyni fikri ilə əl alıb. Bəli, bir də Montella'nın da tərcüməçisi milli komandada. Ondan Adana Demirspor'da da işləyib. Anası türkdür, atası İtalyandır. Yəni hər iki mədəniyyəti bilir və mən xüsusi bir sənədə filmə baxmışdım Türkiyə millisi haqqında.
o qədər gözəl sinkron tərcümə edir də. Yəni o Montella'nın dediklərinin bəlkə artıqlaması ilə o emosiyaları futbolçulara çatdırır həmin o tərcüməçi. Bir də danışacağıq bəxtsiz İtaliya milli komandasından Bosniya və Hersegovinaya dünən məğlub oldu. Edin Dzeko, kapitan, milli komanda ilə yollanacaq dünya çempionatına. Digər tərəfdən isə İtaliya milli komandası o ulduzların arasında batır. Yəni İtaliya millisi dünyaya böyük futbolçular bəxş etmiş, böyük klublar bəxş etmiş, 4 qat dünya çempionu bir komandadır və bu komandanın ardıcıl 3-cü dəfə mundialdan kənarda qalması həqiqətən də insanı fiaskodur və insanı da kədərləndirir. Bu bizə nəyə oxşuyur? Mənim bir tanıdığım var. Bu insan 3 dəfə uğursuz ailə həyatı yaşayıb. Yəni 3 dəfə evlənib, 3-ündən də boşanıb və hər üçündə də özünü günahkar saymır. Aha. Qarşı tərəfi ittiham edir. Mən də deyirəm ki, bir dəfə ola bilər. Pis rast gəldi. Yaxşı, deyək ikinci dəfə. Üçüncüdə də alınmırsa, demək səndə də qardaş ciddi problem var da xarakterində. İndi İtaliya millisi də ardıcıl 3 dəfə dünya çempionata gedə bilmirsə, demək ki, problem var, sistemdə problem. Mən deyim, İtaliya milli komandasında yaradıcılığı yoxdur. Vaxtilə İtalyanların məşhur məşqçisi Arrigo Sacchi demişdi ki, İtaliya sayəsində futbol yaşayacaq, amma futbola baxan olmayacaq. Baxanlar azalacaq. Çünki İtaliya futbolunda kreativlik, yaradıcılıq çatmır. Baxın, vaxtilə İtaliya millisinin hücumçuları adla deyilir deyə bütün dünyada belə barmaqla göstərilərdi. Bugün kimdir? Kin, bir də ki, o Rete Gidnədəl adını düzəməli də deyə bilmirəm. Yəni, sən bu hücumçularla nə edə bilərsən ki? İtaliya milli komandası, sən necə oynayır? Belə adi Rumıniya millisi kimi oynayır artıq, nə bilim, Kosova kimi oynayır, Bosniya kimi oynayır, amma İtaliya millisi başqa cür oynamalıdır. Bugün Fransa millisi öz səviyyəsini saxlayır, İspaniya saxlayır, Almaniya saxlayır, digərlər saxlayır, amma İtaliyada o qədər eniş gedir ki, İtaliya sıradan bir artıq milli komanda kimi görsənir adama. İtaliyanın ən böyük klubu Qoca Seniora Juventus dünən Kenan Yıldızın şəklini paylaşmışdı. Türkiyə milli komandasını təbrik eləyirdi, lakin digər tərəfdən İtaliya milli komandası ilə bağlı bir paylaşım yox. İtaliyada hücumçu yoxdur. Təsəvvür elə, Fransa millisində 3 mərkəz hücumçusu var. Mbappé, Ekitike, Thuram. İtaliyada kim var? Kin, bir də o Retegidi, kimdir o? Bir milli komanda barədə danışmaq istəyərdim. Kongo milli komandası dünya çempionatına DÇ 2026-ya vəsqə qazanan sonuncu komanda oldu. Bu milli komanda dünən Yamaykanı məğlubiyyətə uğratdı əlavə vaxtlarda və bundan sonra da vəsqəni qazanmış, təmin eləmiş oldu. Çox maraqlı bir tarixi var. Bu qismət olsa, təbii ki, bir azarkeşlər də var onun. Millətlər kubokunda, Afrika Millətlər kubokunda həmin azarkeşi görürdük. Michel Kuka ayaq üstündə dayanır milli komandaların oyunda. Heç bir hərəkət etmir və əlini qaldırır. Bu hərəkətini də Kongo dövlətinin Demokratik Respublikasının tarixinə bir göndərmə olaraq edir və özü öz duruşu ilə bildirir ki, biz azad, suveren bir ölkəyi. Görək Afrikalılar vəsqə qazana, ümumiyyətlə viza qazana biləcəkmi Amerikaya getmək üçün, ABŞ-yə getmək üçün bu bir qədər çətinlik çəkəcəklər, problemlər yaşadır bu dövlət digər ölkələrə. Amma bu azarkeşi, məsələn, orada görmək çox gözəl olardı. Belə bir tarixi olan ölkəni, eyni zamanda azarkeşinin də çox maraqlı bir detal olardı dünya çempionatı üçün. Bunu da qeyd edeyim ki, o görünüşü də bir qədər fərqlidir onun. Kongo ölkəsinin bayrağının rənglərində geyinir kostyum olaraq və eyni zamanda saç düzümünü, eynəyini də 1960-cı illərə göndərmə edir ki, çox maraqlı bir detaldır bu da dünya çempionatı adına. Dünya çempionatı ilə yekunlaşdırırıq və daha sonra milli komandamız barədə danışacaq, lakin musiqi və reklam pasiyamızdan sonra dalğanı dəyişməyin, Sağlam Radio 93 FM-də qalın. Az öncə də qeyd elədiyimiz kimi Azərbaycan milli komandasının oyunları ilə davam edirik. Son olaraq milli komandamız beynəlxalq FIFA Series 2026 turnirində oyunlar keçirdi. Düzdür, 3 milli komanda burada qarşılaşmalıydı. Bir-biri ilə üz-üzə gəlməydi, lakin Oman yığması son olaraq yaxın şərqdə baş verən hadisələrə görə, Asiyada baş verən hadisələrə görə o zaman gələ bilmədi və digər ölkələr isə Sierra Leone və Saint Lucia milli komandaları oldu ki, milli komandamız Azərbaycan yığması bu komandalarla oynadı və 6-1 hesabı ilə Saint Lucia komandasına Karib dənizi adalarından gələn bu ölkəyə qalib gəldi və daha sonra isə Sierra Leone ilə bir hesabla heç-heç elədi və daha sonra isə əlavə vaxt, daha doğrusu penaltilər seriyasında 9-8 hesablı qələbə qazandı. Saint Lucia'nı ümumiyyətlə mən peşəkar bir yığma saymıram. Yarım peşəkar komandaydı. Yəni onlar böyük hesabla udmalıydıq. Uşaqlar da uddular. Oyuna da ciddi yanaşdılar. Sağ olsun bizimkilər. Əsas oyun Sierra Leone idi. Çünki Sierra Leone Afrikanı təmsil edir. Avropada oynayan futbolçuları var. Fiziki cəhətdən möhkəm.
atletik futbolçulardır və həqiqətən də oyun göstərdi ki, biz çox çətinlik çəkdik. Reytinqlərə bizdən öndədirlər, 7 pillə öndəydilər. Ağır oyun oldu. Mən hətta deyərdim ki, əsas vaxtda qələbəyə daha yaxın Afrika təmsilçisi idi. Olan çünki girdiyi epizodlar da bizdən çox oldu, amma bizim uşaqlar əzmkarlıq göstərdilər, hesabda geri düşsələr də bərabərləşdirdilər və oyundan sonra penaltilər seriyasında bizim futbolçuların bu qədər dəqiq zərbə endirməsi yaxşı mənada təəccübləndirdi. Açığı gözləmirdim. Demək ki, bunu yəqin ki, məşq elətdi milli komandanın məşqçilər korpusu. Qələbədir, əlbəttə ki, çox xoşdur. Xoşdur ki, belə deyim, doğma divarlar arasında Azərbaycanda turnirin qalibi olduq. Böyük bir şey deyil, əlbəttə ki, biz də bilirik, böyük bir yarış deyil və bunu heç böyütmək fikrimiz də yoxdur. Udmalıydıq da, belə deyim, bu turnirin qalibi olmalıydı, olduq da, buna görə uşaqlara afərin düşür. Yaxşı, bəs bu ümumiyyətlə FIFA seriyası hamını maraqlandırır ki, bu nə turnirdir? Əvvəllər yoldaşda görüşlər keçirilirdi, yəni məsələn, FIFA-nın pəncərəsi olurdu, deyək ki, bir həftə boşluq var, 2 yoldaşlıq oyunu oynayırsan. İndi son illərdə bunun adını qoyublar beynəlxalq turnir. Bu dəfə də 9 ölkədə keçirildi. Yəni bizdən başqa 8 ölkədə keçirildi. Və belə deyim, yoldaşlıq oyununa adını turnir qoyurlar. Təcrübətlə məsələn, müxtəlif qitələrin komandaları bir-birinə qarşılaşır. Ekzotik ölkə ilə qarşılaşdıq, St. Lucia ilə, ada dövlətli Karibə özəsində. Bir də Afrika təmsilçisi ilə qarşılaşdıq. Məncə maraqlıdır ki, biraz başqa tərzdə oynayan komandaları görmək, bu bizim komandaya da bir təcrübə qazandırır. Ümumiyyətlə belə məlumat üçün qeyd eləyəcəm ki, Sierra Leone komandası FIFA reytingi 119-cu yerdə qərarlaşan bir komanda idi. Milli komandamız isə bu oyunlarda qələbə qazanması münasibətilə bir pillə irəliləmiş oldu. Hazırda 124-cü yerdə qərarlaşıb. Milli komandamızın oyunlarına yenidən gələk, qaydaq, davam eləyək və qarşılaşmalarda ümumilikdə FIFA seriyasının ən yaxşı oyuncusu Elvin Cəfərquliyev seçildi. Elvin ümumiyyətlə bu il elə bir Elvin ilidir də. Elvin bu mövsümü futbolunu yaxşı keçirir. Maşallah göz dəyməsin. Allah zədədən qorusun. Elvin yaxşı gedir və layiqdir, yəni Elvin ən yaxşı oyuncu seçilməyə. Yaxşı, milli komandamızın heyətində hansı futbolçunun daha çox fərqləndiyini, seçildiyini qeyd eləyərdin? Çünki əvvəlki aylarda milli komandamızın dünya çempionu seçmə mərhələsi üçün oyunlarında daha çox Abdullah Xaybulayev seçildi milli komandamızın oyuncularından. Onun adını qeyd eləmək olardı. Bu dəfə hər hansısa bir futbolçu oldu mu? İlk dəfə dəvət aldı və yaxud da bir müddətdən sonra dəvət aldı və fərqləndi. Bir neçə futbolçu var ki, məsələn, çalışırlar. Məsələn, Vüsal İskəndərli artıq yaşı 30-u keçib, St. Lucia'ya qarşı qol vurdu. Bu da illərdir milliyə çağırılmırdı. Özü də qeyd elədi ki, Vüsal, bəs mən Ayxan Abbasovun baş məşqçiliyi altında ilk qolumu vurmuşdum və indi isə yenə də Ayxan Abbasovun baş məşqçiliyi altında Azərbaycan milli komandasında fərqləndi. Ayxan Abbasovda belə bir xasiyyət var. Vaxtı ilə klubda çalışdığı futbolçulara biraz üstünlük verir. Bu da yəqin onunla əlaqədardır ki, həmin futbolçular onun dediklərini daha yaxşı qavrayırlar. Çünki bilirlər ki, Ayxan Abbasov futbol komandadan nə istəyir, hansı oyun tərzini istəyir və yəqin ki, buna görədir. Amma ən belə bəyəndiyim bu milli komandada, bu 2 oyunda mənim Emil Səfərov oldu, açığı. Emil həqiqətən də klubda son vaxtlar yüksəlişdədir, Neftçidə yaxşı oynayır və o yaxşı futbolunu da milliyə daşıdı. Məsələn, Sierra Leone'ya qarşı ortada 3-də oynayırdıq da, 5-3-2 sistemi ilə başladıq birinci hissəyə. Ortada oynayırdı Emin Mahmudov, Emil Səfərov, Aleksey İsayev. Bu üçlüdən ən yaxşı Emil Səfərov idi. Emil mənə həqiqətən də xoşuma gəldi. Mən o bir futbolçu kimi bəyənirəm Emili. Emilin adını çəkmişkən, onun sosial şəbəkələrdə ümumilikdə gündəm olan bir hadisəsini də danışmaq lazımdır ki, hələ də bu barədə əslində rəsmi bir açıqlama yoxdur ki, nə baş verdi orada. Emil Səfərov birinci hissənin sonlarında rəqib komandanın futbolçusuna şillə vurduğu görünür. Yəni bəxtimiz gətirdi ki, orada var olmadı da. Var olsaydı %100 qırmızı idi. Hətta var olmasa belə meydanda 4 hakim var. Biri əsas hakim, baş hakim, 2 yan xəttən, bir də 4-cü hakim. 4 hakimdən biri də görə bilərdi axı epizodu və biz azlıqda qalsaydıq Sierra Leone uda bilməyəcək, dəqiq udanmayacaq, udzacaq idi. Yəni turnirin qalibi ola bilməyəcəkdi və bunun da əsas günahkarı Emil olacaq idi. Ona görə mən Emilə demək istəyirəm ki, Emil, cavansan, gəncsən. Hövsələdən çıxma. Hövsələdən çıxmaq olmaz. Futboldur. Rəqib səni təxribata çəkə bilər. Deyirlər ki, söydü rəqib sən də söy onu. Niyə vurursan? Bax, çünki sən orada bütün Azərbaycanı təmsil edirsən. Qırmızı alsaydı nə olacaq idi? Mən düzün desəm, komanda yoldaşlarını pis vəziyyətdə qoyacaq idi. Həmin epizodu daha sonra oyunun gedişatında bir də qayıdıb araşdırdım, tapdım. Özüm tapmasaydım bu həmin görüntülərə o ana qədər süni intellektlə hazırlanmış olduğunu düşünürdüm. Həqiqət adamın üzərə süni intellekt.
Lakin elə değildi. Yox, John doğrudan Wallard efirdən yanına tapdım keçirlər həmin bu ki, epizodu. ağıl ol. Sadəcə maraqlıdır ki, həmin epizodda həqiqətən də nə baş verib ki, düzdür deyirsən ki, 4 hakim var, onlardan istənilən biri görə bilərdi həmin epizodu. Lakin nə həmin futbolçu özü hakimin yanına qaçdı ki, belə bir hadisə baş verib, nə kənardan məşqçi heyəti gördü. Məşqçi heyəti deyir orada, o Sierra Leone baş məşqçi Kalon orada 4-cü hakimi deyir orada, deyir. Okay. Və milli komandamız ilə davam eləyəcəyik. Bu dəfə U20 yığmamızla davam eləyə bilərik verilişimizə. Təzəcə bir neçə saat əvvəl bir təyinat gerçəkləşdi U20 yığmamızda. Vaqif Cavadov köməkçi məşqçi təyin olundu. Fikir versən, ümumiyyətlə son vaxtlar belə bir tendensiya yaranıb. Gənc məşqçiləri federasiya AFFA irəli çəkir. Bəli. Məsələn, U21-də Rəşad Eyyubov işləyir Fərid Namazovla bərabər. İndi də Vaqif Cavadov U20-yə Portuqaliya mütəxəssis Ruin köməkçi verirlər. Mən Vaqif məşqçi kimi bəyənirəm. Mən çünki Əvəzedicilər Liqasını yaxından izləyirəm. Vaqif Cavadov da Əvəzedicilər Liqasında Sumqayıtın baş məşqçidir. Onun o qədər gözəl komandası var. O qədər gözəl komandanın meydanın kənarından Vaqif idarə eləyir. Öz göstərişləri ilə, emosiyası ilə. Elə bir Sumqayıtın Əvəzediciləri 11 yox 12 nəfərlə oynayır Vaqif Cavadova görə. Vaqif sanki meydandadır. Yəni və pro kateqoriyasında oxuyur, artıq pronu alacaq. Və həqiqətən deyirəm ki, mən bu təyinatı çox uğurlu sayıram, xeyirli uğurlu olsun. Vaqif Cavadov mənim ümid bəslədiyim, gələcəkdə çox yaxşı baş məşqçi olacağına inandığım bir mütəxəssis, gənc mütəxəssisdir. Qeyd edirsən, əvəzici komandada bu kimi çox yaxşı bir performans göstərir. Həm komandası göstərib, həm eyni zamanda özü də bir baş məşqçi kimi. Mən qeyd edərdim ki, yəqin ki, Vaqif Cavadova dəyib dolaşmaq lazım deyil. Öz sakitcə öz işini görməlidir. Məsələn, jurnalistlərdən kənarda olur, əvəzedici komandada olduqda fikirlərdən, konferanslardan fikrini ancaq öz komandasına cəmləyir və nəticəsində də uğuru qazana bilir. Bir də ki, Vaqif Cavadovun olduğu oyunlarda 4-cü hakimlərə yazılım gəlir. 4-cü hakimlər onun əlindən diyana bilmirlər. Ancaq onlarla kontakt, ancaq dialoqdadır. Vaqif yaxşı məşqçidir. Bunu da qeyd etmək lazımdır ki, həqiqətən də milli komandalarda ümumilikdə gənc məşqçilərin daha çox cəlb olunduğunu görürük. Qara Qarayevi də buna misal çəkmək olar. 21-in oyunlarında da. O da U20-də analitik məşqçi kimi cəlb olundu. Bəli. Bu həftə diqqətlər Azərbaycan kubokunda olacaq. Futbol üzrə Azərbaycan kubokunda artıq yarımfinal qarşılaşmaları start götürür. Sabah 2 qarşılaşma keçiriləcək. Turantubuz və Zirə komandaları üz-üzə gələcək. Digər qarşılaşma isə Qarabağ və Sabah komandaları arasında başlayacaq. Turantubuz Zirə görüşün barədə təxminin necə olardı Ceyhun? Yəni bir-birinə yaxın komandaların görüşüdür. Çox çətin nəsə burada demək. Hər iki komanda finala çıxmaq istəyir. Turantubuz tarixində 2 dəfə, tarixində deyəndə son illərdə uzun fasilədən sonra 2 dəfə konferans liqasına yollanmaq istəyir. Kuboka alan ümumiyyətlə Avropa liqasına gedəcək. Zirə də son illərin ən uğurlu komandalarından biridir Azərbaycanda. Məncə burada konkret nəsə demək olmur. Yəni elə cüt olur ki, orada sən hansısa favoriti ayırd eləyə bilirsən. Deyirsən ki, bu komandanın məsələn finala çıxması daha real görünür, amma Turantubuz Zirə duelində mən heç nə deyə bilmirəm. Məncə şanslar həqiqətən də 50-50-yədir. Düzdür, adətən Azərbaycan kubokunda biz bu kimi həqiqətən də fikirləşirik ki, hər komanda qalib gələ bilər. Lakin digər tərəfdən Azərbaycan çempionatında da əmin olduğumuz komanda vardı ki, mövsümün sonuna doğru artıq yenidən çempionluğu əlinə alacaq, liderliyi əlinə alacaq. Lakin hələ ki vəziyyət o yerdə deyil. Elə adı çəkmişkən Qarabağ və Sabah komandaları da qarşılaşacaq. Yarımfinalda üz-üzə gələcəklər. Bu komandalardan hansı finala daha çox həvəsli olacaq çıxmaq üçün? Hər iki komandalar həvəsli finala çıxmağa. Mən amma düşünürəm ki, içimdə bir hissiyat var ki, Qarabağ Sabah yarımfinalından finala Qarabağ çıxacaq. Qarabağ üçün necə vacibliyi var sırf finala çıxmaq, qalib gəlmək? Çünki Qarabağda başa düşür ki, biraz çempionluq real görünmür. Sabah xeyli uzaqlaşıb. Ən azından mövsümü titulla başa vurmaq baxımından Qarabağa artıq kubok daha vacibdir. Ona görə bu kubokla hər iki görüşə xüsusi hazırlaşacaqlar və mən düşünürəm ki,
kubokda Qarabağ Sabaha adlayacaq. Və bundan bir neçə gün sonra, 2 gün sonra isə bizim həmin kubok qarşılaşmalarından 2 gün sonra isə 5 apreldən etibarən artıq Misli Premyer Liqasında 26-cı turun qarşılaşmaları start götürəcək. Bu görüşlərdən ilk qarşılaşma Kəpəz və Qəbələ komandaları arasında başlayacaq. Bu komandalar da outsider mövqeyindədirlər, zonasındadılar. Bu cüt üçün təxminləri necədir? Kəpəz son 4 oyunda məğlub olmayıb. Komanda yüksəlişdədir, xeyli xal toplayıb və Qəbələdən də biraz öndədir. Bu baxımdan mən düşünürəm ki, Qəbələyə 3 xal daha çox vacibdir. Kəpəz buradan yəni heç keçinə ayrılsa belə məncə uduşdu çıxan Gəncəllər olacaq, mən elə düşünürəm. İlk qarşılaşma Sumqayıtda başlayacaq. Sumqayıt və Neftçi komandaları üz-üzə gələcək. Bəs bu görüşdə əvvəlki illərdə daha çox komandadan ayrılan, digər komandaya gedən baş məşqçiyə görə daha çox kritik olurdu. Daha komandalar arasındakı görüşü azarkeşlər də həvəslə gözləyirdilər. Sanki sakitlikdir. Çünki Sumqayıt son dövrlərdə uğursuz nəticələr əldə etdi. Yəni qışa məsəl üçün qış fasiləsində 4-cü pillədə yollanmışdılar. Amma qışdan sonra komanda böyük bir eniş yaşadı. Mən düşünürəm ki, oyun Sumqayıtda da olsa burada favorit Neftçidir və Neftçinin Sumqayıtı məğlub edəcəyini düşünürəm. Digər qarşılaşma isə Qarabağ və Karvan Yevlax komandaları arasında başlayacaq. Bu görüşdə aydın məsələdir. Qarabağ yəni oyunu udmalıdır. Digər görüş isə İmişli və Torontovuz komandaları arasında başlayacaq. İmişli bir qədər sürpriz eləyən bir komandadır. Və nəzərə alsaq ki, Turan oyun İmişli meydandadır, düzdürmü? Qubada oynayacaqlar. Meydanın vəziyyəti və üstəlik də Torontovuzun Zirə ilə maçdan sonra yorğunluq fonunda meydana çıxacaq. Mən düşünürəm ki, burada Turan çox çətinlik çəkəcək. Yəni İmişli bir heç eləyə bilər buradan. Bəlkə də qalib də gələ bilər. Digər qarşılaşma isə Zirə və Şamaxı komandaları arasında başlayacaq. Burada da yenə Şamaxının sırf Zirənin kubok oyununa çıxdığı üçün üstünlüyünü qeyd edə bilərik. Zirənin Zirə də Torontovuz kimi yorğun çıxacaq çempionat maçına. Şamaxı bildik ki, çox yaxşı müdafiə olunan komandadır. Yəni Zirənin burada çox ağır 90 dəqiqə gözləyir. Və digər son qarşılaşma isə Araz Naxçıvan və Sabah komandaları arasında başlayacaq. Sabahın çox möhtəşəm bir seriyası var. Sonuncu dəfə İmişliyə məğlub olmuşdu mövsümün əvvəlində. Məğlubiyyət üzü görmür, bilmir. Bəlkə də İmişli özü də bilmir ki, necə Sabahı məğlubiyyətə uğratdı və Sabah hazırda tətildən qayıdır. Futbolçuları müxtəlif ölkələrdə tətil etdilər, gəldilər. Formada olacaqlarmı və yenidən o seriyanı davam etdirə biləcəklərmi? Məncə Sabahın legionerləri çox peşikardılar və məşqçilər korpusu da yəqin komanda futbolçu istirahətə gedərkən onlara tapşırıqlarını verib. Ümumiyyətlə futbolçu əgər futboldan pul qazanırsa, öz yaşayış tərzinə, yeməsinə, içməsinə, yatmasına, gündəlik rejimə fikir verməlidir. Sabahın futbolçuları bu mənada fərqlənirlər və Sabahın məşqçilər korpusu çox peşikar insanlardır. Hər nə qədər Sabah yorğun olsa da, yəni çempionat kubok oyundan sonra çempionat oyununa çıxsa da mən düşünürəm ki, Araz Naxçıvan bu oyunda xal qazanması çətin görünür. Yəni Sabah çox yaxşı komandadır və Sabahın qalib gələcəyinə inanıram. Sabahın bir futbolçunun adını çəkmək istəyərdim. Joylens Mikkels qardaşları ilə birgə elə Ruanda milli komandasına dəvət almışdı. Onlar da FIFA seriyası çərçivəsində oyunlar keçirdilər. FIFA seriyası Azərbaycan kimi qalibi oldular və Mikkels qardaşlar da oyundan sonra elə düz bir qardaş cəmi oyun keçirməmişdi. Karvan Yevlaxda forma geyinən, lakin digərləri bəli, oynadılar və birlikdə də üçlü şəkil çəkmişdilər. Yeri gəlmişkən Joylens Mikkels hazırda Bombardirlər cədvəlində birinci yerdə qərarlaşıb. Misli Premyer Liqasında 15 qol ilə birinci yerdədir, ikinci yerdə Simiçi Velko 10-cu yerdə 10 qolla ikinci yerdə qərarlaşıb və daha sonra isə Sambul Bassala gəlir yenidən 10 qolla. Mövsümün gedişatında yenidən Bombardir olacaq futbolçunun adı dəyişə bilərmi, yoxsa Mikkels elə top fərqi xeyli var. Yəni Mikkelslərdən buraxmazlar. Belə görünür ki, çempionatın bombardiri Joylens Mikkels olacaq. Ümumiyyətlə bunlar bu üç qardaşdan baxanda məndə bir təəssürat yaranır. Elə bir ki, üç qardaş, üçü də Joylensin, Sabahın hücumçusunu çörəyin yeyirlər. Yəni o gəldi Azərbaycana, ad qoydu, özünü tanıtdı. Ondan sonra Leroy gəldi, Leroydan da sonra John Slide gəldi. Aralarda ən zəifi John Slide'dır, Karvanda oynayan. İkinci Leroy'dur, Zirədə oynayan. Ən yaxşısı da
Joylens. Mikkels qardaşları və bəlkə bir kafe də aça bilərlər. Elə adı da üstündə Mikkels qardaşları. Yəni biznesi davam etdirmək lazımdır Azərbaycanda. Mikkels Brothers. Mikkels Ola bilər, ola maraqlı olar. Üçün də şəkli. Və Azərbaycan futbolla yekunlaşdıraq digər 2-1 idman növü ilə davam edəcəyik. Çünki Azərbaycan üçün basketbol liqamızda müntəzəm mövsüm yekunlaşdı və 8-də 1 finalın qarşılaşmaları keçiriləcək bizi gözləyir. 4-də 1 finalda 4 komanda öz rəqiblərini gözləyir ki, 8-də 1 finaldan çıxsınlar. Naxçıvan Sərhədçi ilə qarşılaşacaq, Gəncə Lənkəranla, Quba Şəki ilə, Sumqayıt NTD ilə üz-üzə gələcək 8-də 1 final mərhələsi çərçivəsində və 4-də 1 finalda isə Sabah, Abşeron Lions, Neftçi və B qrupunun lideri olmuş Ordu komandaları öz rəqiblərini gözləməli olacaqlar. Azərbaycan Basketbol Liqasında mövsümün sonuna doğru bir favoritin varmı? Düzdür, Sabah açıq-aşkar son olaraq Abşeron Lions-la da qarşılaşdı və bu komandanın böyük bir fərqlə 105-72 hesabı ilə məğlubiyyətə uğratdı ki, Abşeron Lions turnir cədvəlində ikinci yerdə başa vurmuşdu. Lakin Abşeron Lions olsun və yaxud da digər komandalar, Neftçi və yaxud da B qrupundan gələcək, yenə də Ordu da favoritdir. Mövsümü play-offları da bir lider kimi, qalib olaraq, çempion olaraq tamamlaya bilər, yoxsa Sabah hələ çox irəlilədir? Sabah aşkar favoriti. Sabah bütün komandalardan güclüdür. Düzdür, bu müntəzəm çempionatda Abşeron Lions bir dəfə Sabahı utdu. Məğlub etmişdi. Amma mən düşünürəm ki, bu sadəcə Sabah futbolçuları boşalmışdılar. 4-cü periodda ona görə baş verdi. Mən inanmıram. Yəni Sabah %100 finaldadır. Finalda Sabaha kim gələcək? Neftçi mi gələr, Abşeron Lions mı? Deyə bilmərəm, amma inanmıram ki, final seriyasında Sabah ciddi rəqabətlə üzləşsin. Quru hesabla udmasa da bəlkə indi finaldakı rəqibi Sabahdan hansısa oyunu bir oyunda üstələyə bilər. Ümumi seriyada Sabahın qalib gələcəyinə və çempion olacağına qəti şübhəm yoxdur. Bu idman həftəmizdə bizim gündəmimizə zəbt eləyən futboldan savayı daha bir hadisə də baş verdi. Bu isə Tofiq Musayevin UFC-də ilk qələbəsini qazanması oldu. İgnasiya Bahamendisi 3 raundun sonunda hakimlərin qərarı ilə məğlubiyyətə uğratdı. Yəni o görüşdə izləyənlər bilər, hər şey var idi. Düzdür, qan var idi. Sadəcə yerə yıxıb döyürdülər bir-birlərinə, dəhşət bir döyüş idi. Həqiqətən burada artıq o dözümlülük nümayiş etdirdi hər iki. Ignacio da həqiqətən çox hörmətə layiq idmançıdır və təcrübəli idmançıdır. Amma Tofiq zərbə alandan sonra, üzü açılandan sonra yer qan içində idi. Bundan sonra geri dönüş eləməsi... Qan-qana qarışmışdı orada. Yəni Ignacionun da... Yəni geri dönüş eləməsi elə bir ki, bir neçə il əvvəl Çempionlar Liqasında Barcelona 0-3-dən gəlib PSG-ni keçmişdi 4-3. Mənə onu xatırlatdı. Həqiqətən də Tofiqin o xarakterinə, dözümlüyünə həqiqətən heyranam və 36 yaşında bunu eləmək, yəni 36 yaş az deyil də. Bunu eləmək insandan böyük bir hünər, cəsarət, xarakter tələb edir. Həqiqətən Tofiq çox xarakterli idmançıdır. Yəni bütün Azərbaycan onunla fəxr elədi, qürurlandırdı hamımızı. Yeri gəlmişkən bütün ABŞ-də bu barədə danışırlar, Tofiqin döyüşü barədə danışırlar. Hətta Azərbaycana da gəlmişdi Belal Muhammed, o da qeyd edib ki, həmin o döyüşdə əslində Tofiq Musayev öz haqqı ilə qalib gəlməyib, setkadan tutub və s. bu formada bir şərh də yazmışdı. X platformasında Tofiq sadəcə gülüş emojisi ataraq buna reaksiya bildirmişdi, lakin Amerikada həddindən artıq bəyəniblər həmin döyüşü və ayın döyüşçüsü, həm həftənin döyüşü, günün döyüşü, yəni eyni zamanda da ayın, mart ayının ən baxımlı döyüşü olub, bəlkə də ilin də ən gözəl, ən sevilən döyüşlərindən biri də olacaq. Yəni gecənin ən yaxşı döyüşü olduğu üçün $100,000 da mükafat aldı Tofiq. Əgər orada nəsə şübhəli bir məqam olsaydı, yəqin ki, Tofiqə o mükafatı verməzlər. Əslində birinci Dana White UFC-nin prezidenti əlindən olardı. Deyilir ki, çox simic bir adamdır. Və Tofiq Musayev də yenidən görüşündən sonra açıqlamasında qeyd elədi mətbuat konfransında ki, həkimlər mənim vəziyyətimə baxsın, əgər hər şey qaydasındadırsa, iyun ayında Bakıda UFC keçiriləcək və orada da döyüşmək istəyirəm. Öz xalqımın qarşısında, vətəninin qarşısında da bir qələbəni qazanmaq istəyir. Bəli, son dəfə Bakıda keçilən UFC-də Tofiq məğlub olmuşdu. Bu dəfə yəqin ki, doğma publik önündə, auditoriya önündə qalib gəlmək istəyir. İnşallah da bu baş verər. Bəli. İdman həftəsində çox maraqlı hadisələr baş verdi və bir də sağollaşırıq. Bir də bu həftənin 5-ci günü efirdə olacaq. Yenidən saat 3-də əfsaydı düşməyi unutmayın. Hələlik özünüzdən müğayət olun. Radionuzda dəyişməyin. Sağlam Radio 90 FM-də qalın.